Dostlar herkese salam. Yeni bir YouTube videosuyla yine karşınızdayım. Uzun bir zaman oldu. Sizinle YouTube çekebilmedi, YouTube paylaşabilmedim sizinle. Bazı problemler oldu. Və nəhayət ki, mən yarış hazırlığına start vermişdim. Bilmirəm bir çoxları bunu bilir yoxsa yox. Sabah yarışımızdır, Respublika çempionatıdır. İnşallah bu videonu mən mütləq çəkməliydim, çünki bu yarış videosudur. Onu çəkməsəm olmaz. Təbii ki, sizlər də səbirsizlə gözləyirdiniz ki, Təbriz YouTube-a video atmır. Görürdüm kommentarda yazırdınız ki, müəllim Təbriz YouTube-a video at. İstəyirdim çəkim, amma çəkə bilmirdim. Nəhayət ki, YouTube-a geri dönüş elədik. Və gördüyünüz kimi artıq üzdə yoxdur, sifət gedib. Sabah yarışımızdır, Respublika çempionatı. Onu da qeyd edim ki, mən kateqoriyamı dəyişdim. Artıq maskıllar fizik kateqoriyasında yarışacağım. Belə. İzləmədə qalın, uşaqlar. Takip etməyi unutmayın. Kommentariya yazın. Videonu like edin, paylaşın, dəstək olun. Dəstək olsanız mən də ki, çalışacağım videonun ardını gətirim. Deməli, sabah saat 15:00-da yarışımız baş tutacaq. Səhər saat 10-da gedəcəyik qrimlənməyə, yəni rəng vurmağa bədənimizə. Sonra yarış yerinə. İndi şəhərdə bir ev tutmuşuq Cəbrayıl'la. Cəbri mənim dostumdur, həm də mənim tələbəmdir. O da sabah yarışa çıxır. Men's fizikdən 1.70-ə qədər. Men's fizik kateqoriyası 1.70-ə qədər boy kateqoriyasındadır. Hal-hazırda oturub orada. Yaxşısan? Yaxşıyam. Təbii ki, mənim Avropa çempionatım var. Ayın 3-ü, mayın 3-ü Avropa çempionatıdır. Burada pik formamı göstərməyəcəm. Pik formanı saxlamışam ora, Avropa çempionatına. Çalışacağım oradan yüksək nəticə ilə vətənə qayıdım. Amma çalışırıq ki, Cəbrayılı yükləyək, sabah pik formasını səhnədə göstərsin inşallahdır. İnşallah ki, Allah çempionluq qismət eləsin ona da, mənə də. Dualarınızı əsirgəməyin, izləmədə qalın. Belə, Cəbrayıl da oturub burada istirahət edir, yüklüyübdür. Axşam bunu sevindirəcəm. Axırıncı yeməyində qəşəng bir burger verəcəm ona. İnşallah. Yesin. İnşallah sabah səhnədə özünü göstərsin. İnşallah ki, çempionluğuna o səhnədən qayıdar. Cəbrayıl, nətərdir vəziyyət? Yaxşıdır müəllim, hər şey. Yaxşısan, forman narazısan. Əladır hər şey müəllim, sayərinizdə Hər şey qaydasındadır. Şükür olsun müəllim. Nə deyə bilərsən? Sabah yarışımdır, nə həyəcan var? Həyəcan, stres yoxdur, çünki birinci yarışdayım mənim, 4-cü yarışdır. Hər şey sizin nəzarətiniz altında olandan sonra heç bir həyəcan da yoxdur. 100%. İnşallah pik formamızı göstərməyə çalışacağıq Allah'ın izni ilə. Sabah şoudur inşallah. Sabah şou gündür, şou gün. İnşallah. Deməli, uşaqlar, şəhərdə belə bir ev tutmuşuq Cəbrayıl'la ki, rahat yükləməmizi eləyək, rahat istirahətimizi eləyək. Otağımızda çempion buradadır. Axşam qrimləyəcəm sən. İnşallah. Burada sumkalarımız var, şortikimiz burada. Burada axşam yatmaq üçün. Mən burada yatacağım, sən də burada. Sən otağın, orada. Otaq boş. Tak. Aman. Belə gedirik. Bir otaqdır, səliqəli. Bura mətbəxdir. Yeməklərimiz burada, polnu yığmışıq. Düyümüz, döşətimiz, zeytun yağımız, gerkules, su, yumurta. Burada yeməklərimiz var. Və səhər yumurta falan pişirməyə, eləməyə. Belə. Uşaqlar, izləmədə qalın. Kanalıma abunə olmağı unutmayın. Əsas abunə olmaq lazımdır, dəstək olmaq lazımdır uşaqlar. Dəstək olun ki, mən də sizin üçün qəşəng videolar çəkim, maarifləndirici videolar çəkim və növbəti videomuz Avropa çempionatının olacaq İspaniyadan, Barcelonadan. Hal-hazırki formamız budur.
Təbii ki, pik formamızı saxlamışıq hara Avropaya. İnşallah uşaqlar videonun davamı gələcək. İzləyərsiniz növbəti yəqin ki Cəbrayılın burger yeməyi olacaq. Görüşərik. Deməli, dəyərli dostlar, yeməyimizi yeyək. Gündəlik yeməyimiz necədirsə, sadəcə olaraq 200 qram karbohidrat artırmışam ki, 200 qram əlavə karbohidrat yeyim ki, sabah ən azından biraz zəhniyə dolu çıxaq. Deməli, düyümüzü götürdük buradan. Firemiz. Bunun hamısını bir dəfəmə yeyərəm. O qədər acam da, yəni o qədər acam. 3 aydır sərt pəhriz, sərt diyet. Amma onu deyim ki, buna güclü iradə lazımdır. Türklərin bir sözü var, deyir, çox çalışan qazanır. Yəni, məqsədin varsa, iradən varsa, sən hər şeyə nail olasın. Məqsədin yoxdursa, boş-boşuna yarışa hazırlaşma. Deməli, belə, nə qədər oldu burada? 180... 201. 200. Tak. Buradan da götürək 150 qram döşəti. Qoyaq bura. Tərəzi düşür oradan. Düşür. Gramajlar düşür. Hə? Niyə gramajlar niyə çəkmirsən bə yaxından? Deməli, 200 düyü karbohidratımız, 150 qram file, yəni zülal proteinimiz, 5 qram da zeytun yağımız var. 5 qram da zeytun yağımızı atırıq üstünə. O, çox oldu. Eybi yox, 2 qram artıq getdi. 2 qramdan bir şey olmadı. 2 qramdan bu forma pozulmayacaqsınız. Mənim qaşığımı deyə buradadır. Belə. Deməli, əsas bizdə məqsəd Avropa çempionatıdır. Bir aydan sonra, bir ay nə idi? Bir həftədən sonra, oradan medal, kuboku götürəndən sonra babat yeyib içəcəm, babat. Bir də yeməyimizi yeyək. Uşaqlar, yavaş-yavaş. Əslində bu mənim son yeməyimdir, sonuncu yeməyimdir. İndi formaya uyğun dəyərləndirmə eləyəcəm. Əgər biraz özüm boş hiss eləsəm, 100 qram da karbohidrat artırıb yeyəcəm. Duzumuzu sərbəst səpirik, yəni duz problem deyil. Çünki yenə dedim, pik formamı mən Avropada göstərəcəm. Amma məqsəd də odur ki, burada çempionluq, orada çempionluq. Belə, indi yeməyimizin dadına baxaq görək necədir. Sizdə bu yeməyin dadı necə olacaq? Düyü, döşət. Amma ən azından yeməyimiz bizim çoxdur. Belə ayrı günlərdə, məsələn, mən bunun demək olar ki, burada məsələn 4də 1 hissəsini yeyirəm ayrı günlərdə. Bugün artırmışam sabah səhəndə dolu görsənim. Uşaqlar, sizdən çox-çox xahiş edirəm. Kanalıma abunə olun, paylaşın, like verin. Mən də əlavə olaraq videolar çəkim, paylaşın, həvəslənim. Onsuz da yəni çəkəcəm, problem deyil. Yəni bu son video deyil. Bundan sonra vloglarım gələcək. Yemək vlogları, nə bilim, başqa şeylər. Çox danışmayayım, bezdirməyim sizi. Növbəti sujetlərdə görüşərik. Deməli, gəldik hara? Burger yeməyə. Sabah bizim yarışımızdır. Ne yemək lazımdır? Yükləmək lazımdır.
Burada nə var? Bizim burgerimiz, kartoşka frimiz. Mənim canavar tələbəmdir Süleyman maşallah. Keçən yarışda sən çempion olmuşdun. Deməli, ən əsas kimdir burada? Cəbi. Dərmətədir vəziyyət. Yaxşıdır mənim hər şey. Sevinirsən? Hə? 100%. Ay, sol. İndi. Əsas məsələ odur ki, mən bunu yeyə bilməyəcəm. Mən yemirəm. Mən bunu verirəm Süleymana. Süleyman, bu sənindir, sən ye. Onları sən ye, çünki mənim Avropada yarışım var bir həftə sonra. Ona görə ki, mən təmiz getməliyəm. İnşallah yarışdan sonra yiyəcəm. Bu dəfə ancaq cəvin yükləmələrini eləyirik. Çünki sabah daha yaxşı vəziyyətdə, dolu vəziyyətdə çıxsın səhnəyə. İnşallah. Belə. Başlayırsan? Başlayıram. Necədir vəziyyət cəbi? Əladır mənim hər şey. Neçə aydır yemirsən? Rahat 4 aydır. 4 aydır yemirsən, düzdür? İndi onu dişləyəndə bütün dad reseptorların aktivləşəcək. 100%. Gör hissiyat, gör necə hiss etsin özü. Bir dənə ye bax, bir dənə diş al da. Yarışdan əvvəl yediyimiz burgeri, yarışdan sonra yediyimiz burgeri dəyişməliyik. Çünki həm bir dənə yemək şansımız olur, həm də bütün reseptorların hamısını hiss edirik deməli. Ona görə bismillah. Suyuna varınca axır. Ağzında çeynə o ləzzəti hiss elə. Böyle bir şey yoxdur. Hiss edirsən, hə? Neçə dənə yeyərsən ondan? 5 dənə yeyərsən. Yox, 5 dənə yemək haqqımız yoxdur. Hələ ki, bir dənə yemək haqqımız var. Əlavə kartoşka frimiz var burada. Onu da ye. Nəfəs alın. Qəşəng. Ağzı yandı. Sən yeyirsən, mən hiss edirəm. Sən niyə yemirsən? Mən də başlayıram. Davay, sən başla görmə. Sən olsa hər gün yeyirsən, hə? Yox, məndə də kötü idi. Məndə poz var. Pozmursan, bax o kova nədir? Klassik. Mənim deyil. Sən deyil. Cəbi girib burgerə, dalı burgerə. Sabah sən oradan kuboklu medal götürməsən, o burger sənin burnundan gələcək, deyirəm sən. İnşallah Allah utandırmasın təcib. İnşallah, inşallah. Yaxın yetkim onu yəni. Bəh. Monster burger mənim. Monster burger uşaqlar Friday-ləri bizim ən sevdiyimiz yerdir. Yarışdan sonra da vloglarımız gələcək, ancaq yemək vloglarımız. Davam elə. Qəşəng. Nəysə ki, uşaqlar, kanala abunə olmağı unutmursunuz, like verirsiniz, paylaşırsınız, dəstək olursunuz. Əsas odur ki, kanalımız böyüsün, inşallah videolarımızın adı gələcək, dramaımızda. Mən də çalışıram ki, bu gedişatı paylaşımda, yəni bizim bu yarış hazırlığımız necə olur, hamısını bir yerdə. Özünüzdən müğayət olun, izləmədə qalın. Növbəti videolarda görüşəcəyik inşallah. Videonun axırı var ya, gələcək. Səhnə arxası. Səhnə arxası, yarışda, nə bilim, medal, kubok, hamısı bir yerdə. İnşallah. Yaxşı oldu. Baskılı çıkmaz da yani. Salam hər kəsə yenidən, dəyərli dostlar. Artıq məqam gəldi, çatdı yarışa. Boyamızı da vurduq. Grimimiz hazır. İndi gedirik yarış yerinə. Videoların davamı gələcək. Arada kəsilməyəcək. İzləmədə qalın. Komanda buradadır həmişə kimi.
Deməli dostlar, gəldik yarış yerinə hal-hazırda. Yavaş-yavaş keçək içəri. Tam hazırıq. Bir dənə məqsədimiz var ki, ancaq medal götürüb aşağı düşmək. Əsas da ki, Avropa çempionatıdır inşallah. Ayın 3-ü oradayım, Barcelonada, səhnədə. Komandamız da buradadır, ola da çək də. Götürün də, qantillər falan götürməmişsin. Hazırıq, döyüşə. Uşaqlar, kanala abunə olmağı unutmursunuz. Like verin, paylaşın, dəstək olun. Yaxşımı? Siz dəstək olduqca mən həvəslənəcəm, daha da yaxşı videolar gələcək. Yəni videoların ardası kəsilməyəcək də. Yəni bundan sonra ancaq video YouTube'a, ancaq YouTube'a video. Qantellərimiz hazır, hamımız pump eləməyə səyin arxası. Yəqin ki, səsim yaxşı gəlir də. Hazıram Süleyman. Hoş geldin. Çempionluq. Ancaq çempion. İnşallah. Başqa yolumuz yoxdur. Həmişək kimi gəlib götürüb gedəcəyik. Yəni məqsədimiz odur. Getdik içəri, yavaş-yavaş. Hava çox küləkli. Uşaqlar, gəldik yarış yerinə, elektro event sola. Heç kim gəlməyib deyəsən, mən tez mən gəlmişəm. Bodybuilding üzrə fitness, Azərbaycan kuboku. Deməli uşaqlar, hal-hazırda backstage'dəyik. Uzanıb istirahət edirik, hələ ki yarışımıza 2-3 saat var, gözləyirik, yarış başlamayıbdır. Yavaş-yavaş qarnımızı, mədəmizi doldurmadan, yüngül-yüngül doldururuq özümüzü xlebçi ilə falan. Bu şey gedir, pirinç patlar. Azərbaycan nədir var? Rusca xlebçi deyir, Azərbaycanda düyüdən hazırlanmış rice cake. Bir insan bundan ne lezzet alsın ki? Hamısı acılıktan. Şöyle. İzlemede kalın. Birazdan yeni videonun devamını çekeceğim. Kanala abone olmayı unutmursunuz. Komentariya yazırsınız, destek olsunuz. Öpürəm hamınızı. Birazdan içərisində çəkəcəm. Doyunca yiyə bilmirsən də. Az-az. Əsas odur ki, nəticəmiz yaxşı olsun. Qızıl medalımızı götürək, inşallah səhnədən düşək aşağıya. Biraz yataq istirahət edək. Dincəlmək lazımdır ki, səhnədə yaxşı forma göstərək. Böyle. Yaxşı, yaxşı. Burada. Kategorisinin galibi adını Forma Fitness hemşerisi Tebrik Kardeş'e kazanır.
Başlayırıq 3-cü yerdən. Lyon nömrə 1 təmsilçisi Müşfiq Həsənov. İkinci yer. Just for Fit təmsilçisi İnşallah Elbazov. Və bununla da maskalar mensizlik kategoriyasının qalibi adını Forma Fitness təmsilçisi Təbriz Tarverdiyev qazanır. Təbriz! İkinci yer. Just for Fit təmsilçisi İnşallah Elbazov. Və bununla da maskalar mensizlik kategoriyasının qalibi adını Forma Fitness təmsilçisi Təbriz Tarverdiyev qazanır. Şey götür ştatili. Gel. Bu garmelli. Geldik siz. Sağ olsun. Sen seç olan arasına, sonra bir anda ben seçerim. Tez bir önce o zaman çözdüm. Sen bir çek o kadar. Abi sen ben de bunu sen. Ona da bak. Bravo. Gel tez gel. Abi şey. Deməli, dəyərli izləyicilərimiz, yarışımız bitdi. Sizə bir sürprizim var. Çempionluq medalımız burada. Bu da bir çempionluq medalımız. Deməli, biz nə danışmışdıq? Danışmışdıq ki, o səhnəyə çıxıb o medalları götürüb aşağı düşəcəyik. Layiqincə yarışdıq, layiqli olan qalib gəldi. İnşallah may ayının 3-ü İspaniyada yarışdayam, Barcelonada. Özümü düşlə demişkən ödülləndirirəm burgerlə. Gəlmişəm burger yeməyə. Mən belə fikirləşdim ki, bu mənim haqqımdır. Təbii ki, haqqım olmasaydı yeməzdim. 3 aydan sonra burgerimi yeyirəm və sabahdan yenidən rutinə rejimə başlayırıq. Bir həftə ərzində İspaniyada inşallah Avropa çempionatında görüşəcəyik. Dostlar, izləmədə qalın, kanala abunə olun, dəstək olun. İnşallah videoların ardısı gələcək. Öpürəm hamınızı.